Salam, hər vaxtınız xeyirli olsun. Limit bölməsindən əvvəlki ilin qəbul imtahanlarına düşmüş sualların izahına baxaq. Birinci sual. Birinci sualda ardıcıllığın limitinə aid bir sualdır. Limit x yaxınlaşır sonsuzluğa. Sürətdə 2001x çıxılsın 1. Məxrəcdə 2001x üstəgəl 1. Və görürük ki, sürət və məxrəcdə çox hədlərin dərəcələri eyni olduğundan onda 2001 bölünsün 2001 eləyir cavabımız 1. 2. Funksiyanın limiti. Limit x mənfi 2'ye yaxınlaşanda sürətdə x kub üstəgəl 8, məxrəcdə x kvadrat çıxılsın 3x çıxılsın 10. Bərabərdir. Biz sürət və məxrəci qruqlara ayıraq. Sürət a kub plus b kubdur. Olacaq x üstəgəl 2. X kvadrat çıxılsın 2x üstəgəl 4. Məxrəc x kvadrat çıx 3x çıx 10. X üstəgəl 2. X çıxılsın 5'in hasili kimi. X plus 2'lər getdi. Qalan ifadədə x'in yerinə mənfi 2 qoyub hesablayaq. Məxrəc eləyir mənfi 7, sürət eləyir 12. Cavab C variantı. Üçüncü sual. Üçüncü sualda əvvəlcə ortaq məxrəcə gətirib sadələşdirək. Ortaq məxrəc x kvadrat çıxılsın 16'dır. X kvadrat çıx 16 x plus 4'ə böləndə qalır x çıxılsın 4. Üstəgəl 8 bərabərdir. Sürətdə olur x üstəgəl 4, məxrəcdə olur x kvadrat çox 16'nı x çıx 4, x plus 4 kimi yaza bilərəm. Və buradan x plus 4'lər ixtisar gedəndən sonra qalan ifadənin yerinə x'in yerinə mənfi 4 qoysaq, eləyir mənfi 8'də 1. C variantı. Dördüncü sual. Limit x yaxınlaşır 0'a. 1 çıxılsın kosinus 2x. Məxrəcdə x kvadrat. Biz görürük ki, x'in yerinə 0 qoysaq, 0 bölünsün 0 qeyri-müəyyən halı yalanır. Burada onda biz sadələşdirmə aparsaq, 1 çıx kosinus 2x. Bilirik ki, dərəcə azaltma düsturunda var idi. 2 sinus kvadrat x verir bizə. Onda limit x yaxınlaşır 0'a. 2 sinus kvadrat x bölünsün x kvadrat. Görkəmli limitdən sinus kvadrat x bölü x kvadrat bizə 1 verdiyindən 2 vurulsun 1 cavab elədi 2B variantı. Beşinci sual. Beşinci sualda sadələşdirsək. Sadələşdirməyə ehtiyac yoxdur çünki burada məxrəc də 0 olmur, sürət də 0 olmur. Onda x mənfi 2'ye yaxınlaşanda 1 çıx x kvadrat bölünsün x kvadrat çıx 2x. X'in yerinə mənfi 2 qoysaq, sürət eləyir 5, məxrəc eləyir 8. Cavab eləyir 8'də 5. 6. 6'da artıq sadələşdirmək lazımdır. Bunun üçün biz vurğulara ayırsaq sürət və məxrəci. Sürətdən 3x'i çıxartsaq, mötərizə xaricinə qalır x üstəgəl 2. Məxrəcdə a kub plus b kub kimi ayırsaq, x üstəgəl 2, x kvadrat çıx 2x üstəgəl 4. X plus 2'lər ixtisara gedəndən sonra x'in yerinə mənfi 2 qoysaq, sürət 6, məxrəc də eləyir 12. Bu da eləyir mənfi 2'də 1, A variantı. 7. sual. 7. sualda da biz məxrəci vurğulara ayırmalıyıq. X minus 4, x'i biz kök altında x'in kvadratı desək, onda olar kökdə x çıx 2, kökdə x üstəgəl 2. Sürətdə də kökdə x çıx 2. Kökdə x çıx 2'lər gedəndən sonra x'in yerinə 4 qoysaq, olur cavab 4'də 1. B variantı. 8. Limit x yaxınlaşır pi bölü 4'ə. Sürətdə kosinus 2x. Kosinus 2x'i biz yaza bilərik də 2 kosinus kvadratı x çıx 1. Məxrəci olduğu kimi saxlayaq.
2 kosinus kvadrat x çıx 1'i a kvadrat çıx b kvadrat kimi vurğulara ayırsaq olacaq. Kök altında 2 kosinus x çıx 1, kök altında 2 kosinus x üstə gəl 1. Məxrəcdə də kök altında 2 kosinus x çıxılsın 1. Kök altında 2 kosinus x çıx 1'lər getdi. Qalan ifadədə x-in yerinə pi bölü 4 qoysaq, olur kök altında 2 kosinus pi bölü 4-də kökdə 2 bölü 2 eləyir, üstə gəl 1. Bu elədi 1, 1 üstə gəl 1 də elədi 2. 9-cu sual. 9-cu sualda biz limit x yaxınlaşır 2'yə sadələşdiririk. Sürət eləyir x çıxılsın 2, x üstə gəl 2. Məxrəcdə vurğulara ayırsaq 2 vurulsun. Kökləri eləyəcək. Bunu diskriminantı eləyir. 25 çıxılsın 16, 9. 5 üstə gəl 3, 8 bölü 4, 2. Yəni x çıxılsın 2. 5 çıxılsın 3, 2 bölü 4, 2 də 1. X çıxılsın 2 də 1. X çıx 2'lər getdi. Qalan ifadədə x-in yerinə biz 2 qoysaq, sürət 4 eləyəcək. Məxrəc də 3 eləyəcək. Cavab elədi bu variant. 10-cu sual. 10-cu sualda limit x yaxınlaşır 0'a, x kvadrat çıx 4x, x kvadrat çıx 2x. Sürət və məxrəcdən biz x-i mötərizə xaricinə çıxartsaq, olacaq x vurulsun x çıx 4, məxrəcdə də x vurulsun x çıx 2. X-lar ixtisara gedəndən sonra x-ların yerinə 0 yazsaq, mənfi 4 bölü mənfi 2, bu da eləyir 2. 11-ci sual. 11-ci sualda səhvlik var. 0,2 x yanında olmalıdır. Yəni limit x yaxınlaşır 0'a, sinus 0,2 x bölü x bu formada olmalıdır. Bu da hazır düsturdur. Biz limit x 0'a yaxınlaşanda sinus ax bölünsün x bilirdik ki a'ya bərabərdir. Yəni burada b olanda da a bölünsün b. Şimdi burada b'nin yerinde 1 var. 0,2'ni de 1'e böləndə eləyir 0,2. 12-ci sual. 12-ci sualda x-in yerinə hazır 1 qoyuruq. Bu da eləyir 7 çıxılsın 5 vurulsun 1 çıxılsın 1'in kvadratı. Bu da elədi 1. 13-cü sual. 13-cü sualda düsturu tətbiq eləyərik. Düsturumuz bu formadadır. Sinus ax bölünsün sinus bx bərabərdir a bölünsün b. Şimdi burada da a'nın yerində 5, b'nin yerində 2 durur. Onda olar limit x 0'a yaxınlaşanda sinus 5x bölünsün sinus 2x, yəni 5 bölünsün 2, 2,5. 14-cü sual. Limit en sonsuzluğa yaxınlaşanda x'in 3, limit en sonsuzluğa yaxınlaşanda y'in 1 olduqda bunların fərqi onda elə hazır qaydadır. Limit en sonsuzluğa yaxınlaşanda xn çıxılsın yn. Biz bilirdik ki limit en sonsuzluğa yaxınlaşanda xn çıxılsın limit en sonsuzluğa yaxınlaşanda yn. Bu da eləyir 3 çıxılsın 1 bərabərdir 2. 15-ci sual. 15-ci sualda limit x 3'e yaxınlaşanda 4'ü çıxardıram mötərizə xaricinə, qalır x kvadrat çıx 9. X kvadrat çıx 9'u da x çıxılsın 3, x üstə gəl 3 kimi yazırım. Məxrəcdə də qalır x çıxılsın 3. X çıx 3'lər ixtisara gedəndən sonra qalır 4 vurul x plus 3. X'in yerine de 3 koyduk. 4 vurulsun. 3 üstə 3 6. Yəni 24. C variantı. 16-cı sual eyni ilə yuxarıda izah olunmuşdu. Eyni qaydadadır. 17-ci sual. Limit en yaxınlaşır sonsuzluğa 6n üstə gəl 7
3n kvadrat üstə gəl 1 çıxılsın 3. Biz burada nə edərik? Ayrı-ayrı da hesablaya bilərik. Ayrı-ayrı hesablayanda biz görürük ki, hazır bu sabit bir ədəddir. -3 qalır və bu ifadənin də limiti sürətin dərəcəsi məxrəcin dərəcəsindən, yəni sürətdəki çoxhədlinin dərəcəsi məxrəcdəki çoxhədlinin dərəcəsindən kiçik olduğundan birbaşa cavab 0'dır. Biz bunu qaydadan bilirdik ki, limit n sonsuzluğa yaxınlaşanda ax üstü n bölünsün b x üstündə m, əgər n m-dən kiçikdirsə, limit 0'a bərabərdir. Burada da sürətdə dərəcə 1, məxrəcdə 2'dir, ona görə cavab 0 eləyir. 0'dan da 3'ü çıxıram, eləyir -3. Və yaxud ortaq məxrəcə gətirə bilərik. Ortaq məxrəcə gətirsək də yenə eyni cavabı alarıq. 18-ci sualda yuxarıda izah etdiyimiz sualdır. Təkrar yenə düşüb. Sonra keçək 19-cu suala. 19-cu sualda limit n yaxınlaşır sonsuzluğa 2 üstü n çıxılsın 3, 3 vurulsun 2 üstü n çıxılsın 1. Və biz buradan görürük ki, sürət və məxrəci 2 üstü n-ə bölsək, limit n sonsuzluğa yaxınlaşanda 2 üstü n 2 üstü n-ə böləndə 1 eləyir, 3'ü 2 üstü n-ə bölək yazaq. Məxrəcə 3 vur 2 üstü n-i 2 üstü n-ə böləndə 3 qalır, çıx 1 böl 2 üstü n. Və bunlar 0'a getdiyindən qalır 1 bölünsün 3. D variantı. 20-ci sual. 20-ci sualda x'in yerinə 3 qoyanda görürük ki, cavab sürət və məxrəc 0 olur. Onda biz bunu sadələşdirək. Limit x yaxınlaşanda 3'ə. X kvadrat çıx x çıx altını biz yaza bilərik ki, x minus 3, x üstə gəl 2. Məxrəcdə də 2 vurulsun. Diskriminantı eləyəcək 49. Yəni 5 üstə 7 12, 12 böl 4 3. Elədi x çıxılsın 3. 5 çıxılsın 7 -2 böl 4 elədi -2-də 1. Yəni x üstə gəl 2-də 1. X çıx 3'lər getdi. Qalan ifadədə x'in yerinə 3 qoyanda sürət 5 eləyir. Məxrəc də 7 eləyir. Oldu 7'də 5 E variantı. 21-ci sual. Yuxarıda izah olunub bu sual. 22-ci sual. 22-ci sualda qoşmaya vurmaqla həll eləyərik. Limit qoşmaya vurmağa görək burada ehtiyac varmı ya yoxdur. Kök altında 9n kvadrat üstə gəl 1 çıx 9 məxrəcdə 2n. Ehtiyac yoxdur. Burada görürük ki, ən böyük dərəcə 1'dir. Onda sürət və məxrəci n-ə bölərik. Onda limit n yaxınlaşır sonsuzluğa. Məxrəcdə 2n böl n. Və kök altı olduğundan kökə salanda n olur n kvadrat. 9n kvadrat böl n kvadrat üstə 1 böl n kvadrat. Çıxılsın 9 böl n. Bu elədi bizdə 0, bu elədi bizdə 0. Onda nə qaldı? Kök altında 9, məxrəcdə də 2. Yəni 2'də 3. 1,5. Keçirik 23-cü suala. 23-cü sualda artıq qoşmağa vurmaq lazımdır. Qoşmasına vurub bunu həll edək. Limit n yaxınlaşanda sonsuzluğa 3n çıxılsın 9n kvadrat çıx 8n üstə gəl 2. Sürət və məxrəci qoşmasına vuraq. Yəni qoşmasına vuraq və bölək. 3n çıxılsın 9n kvadrat çıx 8n üstə gəl 2. Vurulsun 3n üstə gəl 9n kvadrat çıx 8n plus 2. Eyni qaydada vurduğumuz kimi də bölək. 3n üstə gəl 9n kvadrat çıx 8n üstə gəl 2. Bərabərdir. Sürət a çıx b a plus b olduğundan a kvadrat çıx b kvadrat kimi yazaq.
3n'in kvadratı elədi 9n kvadrat. Kökündən də kvadrat gedir, qalır 9n kvadrat. Üstə gəl 8n çıx 2. Məxrəcdə də 3n üstə gəl kök altında 9n kvadrat. Çıx 8n üstə gəl 2. 9n kvadratlar getdi. Limit n yaxınlaşır sonsuzluğa. 8n çıx 2. Burada da məxrəcdə qalır 3n üstə gəl 9n kvadrat çıx 8n üstə gəl 2. İndi biz sürət və məxrəci n-ə bölək. Limit n yaxınlaşır sonsuzluğa. 8n-i n-ə böləndə 8 çıxılsın 2 bölün. 3n-i n-ə böləndə 3 üstə gəl. N kökün içinə girəndə n kvadrat olur. Olur 9n kvadrat böl n kvadrat. Çıxılsın 8 bölünsün, 8n bölünsün n kvadrat. Və üstə gəlinsin 2 böl n kvadrat. N sonsuzluğa getdiyi üçün buradan n'lərin biri gedir, qalır 8 bölən. 8 bölən də sıfıra gedir, 2 bölən kvadrat da sıfıra gedir və sürətdə də 2 bölən sıfıra gedir. Onda nə qalır? Sürətdə 8 qalır, məxrəcdə 3 üstə gəl. Burada n kvadrat gedəndən sonra kökdə 9 qalır. Bərabərdir 8 bölünsün 6. Bu da eləyir 3'də 4. Uzun getsə də sadəcə hesablaması uzundur, belə çətin deyil. 24-cü sual. 24-cü sualda dəfələrlə qəbul imtahanına düşüb. Limit x yaxınlaşır 0-a. Kök altında x plus 4 çıxılsın 2. Böl sinus x bərabərdir. Limit x yaxınlaşır 0-a. Sürət və məxrəci qoşmasına bıraq. Məxrəci də bıraq. Sinus x vurulsun. Kök altında x plus 4 plus 2 bərabərdir. A minus b, a plus b. Sürəti yenə a kvadrat çıx b kvadrat kimi ayırsaq. Onda olur kök altında x plus 4'ün kvadratı elədi x plus 4. 2'nin də kvadratı elədi 4. Məxrəcdə qalır sinus x. Kök altında x plus 4 plus 2. 4'lər getdi. Onda qaldı limit x yaxınlaşır 0-a. X bölünsün. Sinus x. Kök altında x üstə gəl 4. Üstə gəl 2. Və görkəmli limitə görə biz bilirik ki, bu hissə bizə 1 verir. Qalan ifadədə də x-in yerinə biz 0 qoysaq, eləyəcək 1 bölünsün 4. Cavab E variantı. Sonuncu 25-ci sual. 25-ci sualda vurğuları ayırmağına yazarıq. Çünki sürətdə 0, məxrəcdə 0 eləyir. Çalışmaq lazımdır. L'Hopital qaydasından minimum şəkildə istifadə eləmək lazımdır. Yəni, əgər vurğuları ayırmaq olursa, sadələşdirmək olursa, L'Hopital qaydasından istifadə eləməyək. Limit x 1'ə yaxınlaşır. X kvadrat çıx 1'i, x çıxılsın 1, x üstə gəl 1 yazıram. Kök altında x çıx 1. Bərabərdir. X çıx 1'i mən x-i yaza bilərəm də kökdə x-in kvadratı kimi. Onda olacaq ki, x 1'ə yaxınlaşanda x çıx 1'i yazıram kökdə x çıx 1. Kökdə x üstə gəl 1. Bir də x plus 1 özü var idi, onu da yazıram bura. Məxrəcdə də olur kökdə x çıx 1. Kökdə x çıx 1'lər getdi. Onda bərabərdir. Limit x 1'ə yaxınlaşır. Məxrəcdə artıq heç nə yoxdur. Kökdə x plus 1 vurulsun x plus 1. X-ların yerinə 1 qoyanda 2 vurulsun 2 elədi 4. B variantı. Bura qədər sağ olun, salamat.